900 manatlıq fəhlə işi var yoldaşlar. 900 manatlıq fəhlə işi var. Belə vakansiyalardan mən bir təxminən 2 dənəsindən bəhs etmək istəyirəm. Amma ümumi olaraq isə 3 dənə fəhlə vakansiyasından bəhs etmək istəyirəm. Gəlin başlayaq vaxt itirmədən. Deməli, biri ambarda olan fəhlə işidir yoldaşlar. Bu 20-35 yaşlı kişi xeyli olmalısınız. 5 günlük iş rejiminə malikdir. Məmmədlidədir. Məmmədlidədir daha doğrusu. Bu belə. Natamam orta təhsiliniz varsa bu işə müraciət edə bilərsiniz. Digər isə xalça yuma şirkətindədir. Bu da 750-900 manat aralığında dəyişir. İş fəaliyyətinə görə dəyişir. Nə iş görürsünüz? Yuyursunuz, paketləyirsiniz, askı işlər görürsünüz. Belə bir işdir. Bu da Məmmədli qəsəbəsindədir yoldaşlar. Biri Azzadadır yoldaşlar. Şirniyyat belə də mağazalar şəbəkəsində. Digər isə xalça yuma şirkətdir, amma qismətdən hər ikisi elə eyni Məmmədlidir, Məhəmmədlidir, belə bir qəsəbə var. Orada olmalıdır. Və yaxud da ola bilər hər ikisi fərqli yerdir. Məmmədli adlı başqa bir qəsəbəmizdə ola bilər. Məhəmmədli adlı da başqa bir qəsəbədə ola bilər. Nəysə, bu çox da önəm kəsb eləmir elə də. Digər bir iş də var, soyuducu fəhlə işi var yoldaşlar. Soyuducu fəhlə işi var. Bu da 700 manat verir. Belə ümumiyyətlə 700 manatlıq fəhlə işləri çox olur. Amma belə 900 manatlıq, 1000 manatlıq fəhlə işləri, yəni az olur və mən də sizə o azlardan 2 dənəsini misal olaraq göstərdim ki, belə bir vakansiya var. Bu işlərə də müraciət metod çətinini çəkirsinizsə və yaxud da təkcə fəhlə işi deyil, digər işləri də axtarırsınızsa, bir sözlə iş tapmanızda çətinlik çəkirsinizsə, ondan bağlı əlaqə vasitəsindən mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harada görürsünüzsə, orada kanala daxil olun, Toğrul Əcəvallı kanala. Kanala daxil olduqdan sonra diqqət eləsəz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz.